Bəzi izləyicilərimiz bizə deyirlər ki, nədir ki, adi kompotdur da, niyə bunu bu qədər reklam edirsiniz? Kompot yox, qankot. Bu kompotdur. Gördüyünüz kimi evdə hazırlanmış qankot. Bu da 100% təbii şirələr. Qarnımda uçdu bu arada. Gördüyünüz kimi 100% təbii şirə və evdə hazırlanmış qankot. Bəs bunların arasında nə fərq var? İkisi də eyni şeydirmi? Xeyr, elə deyil. Kompotu içək. Bismillah. Tortu kəsdik. Bu da alma şirəmiz. Qəşəng, təbii alma şirəsi. Super. Mədənin də xoşu gəldi. Alma şirəsi və kompot. Bunların arasında nə fərq var? Kompotu əldə etmək üçün biz meyvələri bunun içinə doğrayırıq sadəcə olaraq bir balaca və üstünə şəkərli şərbət əlavə edərək qapağını bağlayıb bastıracaq. Yəni ki, evdə. Düzdürmü? Amma alma şirəsi isə 100% təbii alma şirəsini əldə etmək üçün bizim zavodumuz almaları alır, onu pres vasitəsilə, yəni aparatlar vasitəsilə sıxaraq şüşənin içinə doldurulur. Yəni bunların arasında fərq açıq-aşkardır. Bir sözlə bizim istehsal etdiyimiz təbii şirələr, yəni alma, armud, fərq yox, digər şirələr sıxılaraq əldə olunur. Amma evdə hazırladığımız kompot isə sıxılmayaraq, sadəcə olaraq adi doğranılmış halda bir balaca əlavə olunub, üstünə şəkərli şərbətlə hazırlanır. Təbii şirələr üçün sağlam qalın, sağ olun, gələn görüşlərədək.